Salam Günel xanım, mən öz ürək sözlərimi sizə çatdırmaq istəyirəm. Çatdırmasam da mənə ayıb olar. Çünki mən sizdən çox razıyam. Yerdən göyə qədər razıyam. Mən sizin yanınıza gələndə mən elə bil ki bir həyatdan, öz xəstəliyimdən elə bil ki bir həyatdan küskün bir insan kimi gəlmişdim sizin yanınıza. Amma siz mənə o qədər mənəvi dəstək oldunuz. O qədər, necə deyim, mən düzdür əməliyyat elədiniz, çox gözəl uğurlu əməliyyatım da keçdi. O əməliyyatdan sonra da siz mənə o qədər mehriban, o qədər mənə yaxşı davrandınız, yaxşı mənəvi dəstək oldunuz mənə siz. Mən elə bilirəm ki, dünyanın ən xoşbəxt adamıyam ki, mən sizə rast gəldim. Allah sizi mənim qabağıma gətirdi. Mən sizdən yerdən göyə qədər razıyam. Mən necə sizdən razıyamsa, Allah da sizdən razı olsun. Sizin heç nəyiniz yox, sizin o xəstəyə qarşı olan o gözəl münasibətiniz, xəstəyə qarşı olan o şirin sözləriniz, xəstəyə qarşı olan o mehriban, gülər üzlünüz, o elə bir ki, məni xəstəliyimi tamam unutturdu, tamam yaddan çıxartdı. Mən indi çox xoşbəxtəm ki, sizin kimi həkimə rast gəlmişəm. Siz məni ayağa durğuzdunuz. Öpürəm sizin o gözəl əllərinizdən. Allah sizi bizim başımızın üstündən əskik eləməsin. Allah sizə həmişə güc, qüvvət versin. Allah sizin o bir dənə olan balağınızı qorusun. Allah sizdən daha heç bilmirəm nələr arzulayayım sizə. Bu dünyada nə ki gözəl şeylər var. Hamısını mən sizə arzulayıram. Əllərinizdən öpürəm sizi. Allah sizə həmişə güc, qüvvət, elə gözəllik, elə gözəl sözlər. Allah həmişə üzünüzdən o təbəssüm, gülüm əskik olmasın. Gülüş əskik olmasın. Öpürəm sizi, bağrıma basıram. Allah qorusun sizi.